أعوذ بالله من نفسي ومن الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، وصلى الله على نبينا وآله الطاهرين، ولعنة الله على أعدائهم ومنكر فضائلهم وغاصب حقوقهم أجمعين من الآن إلى لقاء يوم الدين. آمين رب العالمين. اللهم وفقنا لما تحب وترضى وجنبنا عما يسخطك يا كريم. السلام عليك يا مولاي يا أمير المؤمنين. السلام عليك يا حجة الله في الأراضين. السلام عليك يا أبا الحسنين ورحمة الله وبركاته. Amir el-Mumin aleyhisselam tekvalların arası, iman ehlinin zineti, hidayet sütunu olan Amir el-Mumin aleyhisselamın mübarek nurani cemalına layıklı salavat hediye edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. O Hazretin Necef-ül Eşref'te mukaddes türbesinin ziyaretinin bize nasip olması, ahirette şefaatine nail olmamızdan ötürü salavat-ı şerif. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ehl-i Beyt hürmetine, ağamızın ihtiramına, bu gece günahlarımızın bağışlanması, tövbelerimizin kabul olması, emeli salih bendeler sırasında ahirette mahşur olmamızdan ötürü salavat-ı şerif. Allahümme salli ala Muhammed ve ali Muhammed. Kur'an'ın nazil olması ve Ehl-i Beyt aleyhisselamın vasıtasıyla bendelere təqdim olunması, şərh olunması bu Allah'ın bize Kur'an-ı Kerim'de emrettiği en vacib nöqtelerden biridir. En vacibidir. Allah Kur'an-ı Kerim'i gönderdi, insanlar hidayete var. İnsanlar Allah'la tanış ola. İnsanlar Allah'a aşık ola. Demək olar Əhya gecəsi, aşık məşuq gecəsidir. Ona vaaz vermək olar, eşq gecəsidir. Bu gecə Allah Teala gözləyir, aşığının ona necə müraciətini gözləyir. Eşqin yolu da itaətten keçir. Allah-u Teala Kur'an-ı Kerim'de deyir, aşıqsizsə mənə göndərdiyim Həbibimə tabi olun. Ayə o cümlədir. Bismillahirrahmanirrahim. İn kuntum tuhibbunallah fettebi'uni yuhbibkumullah ve yaghfir lekum zunubakum. Eğer Allah'ı sevirsinizsə, sevginizi iddia edirsinizsə, göndərdiyim Həbibimə, elçimə qeyd şərtsiz tabi olun. Tabi olanda insan öz rəhbərinə sual vermir. Ne üçün, niyə? Necə ki, evdə atanın sözü müzakirəyə qoyulmur. Övlad deyir, atam bu deyib, böyümüz belə məsləhət verir. Ən sözə qulaq asan övlad, o övlad dışı valideyninə etdiyi, atanın etdiyi hərəkətin müqabilində hər dəfə sual verilir. Bu mütil övladdır, itaətkar övladdır. O övlad gələcəkdə atanın ən sevilməsinə çevrilə bilər. Çünki o
valideyninin etdiyi, təbii ki, indi qəbahət işlərdən söhbət getmir. Amma valideyninin hər addımına sualla deyə müraciət eləmir. Bir baş üstə. Allah Müteala buyurur ki, mən elçimi göndərmişəm sizin aranıza. Onun böyük əxlaq sahibi. Böyük əxlaqı var. Əzəmətli əxlaq sahibi. İnnəkə lə'alə xuluqin azim. Sən əzəmətli əxlaqın sahibisin. Yəni Allahın ən ədəbli bəndəsidir Rəsul-i Əkrəm. Ola bilməz nümunəvi bir insan, insanı Allah bəndəsini başqa bir yönətsin. Allah Müteala deyir, o mənim aşiqimdir. Eşqim də yolu belə gedir. Mənim Peyğəmbərimə tabi olsan, yuhibbukumullah. O da sizi sevəcək. Yaxşı, məgər Allah Teala bizi sevmir? Sualdır. Əgər sevirsən, niyə burada deyir ki, Peyğəmbərimə tabi olsanız, sevəcəyim sizi. Aleykümselam və rəhmətullah. Allah hər bir kəsi sevgisindən yaradır. Amma Allahın sevgilisi olmaq üçün yol Həzrəti Rəsul-i Əkrəmə tabi olmalıdır. Peyğəmbər Əkrəm Qur'anı yaşadıb, Qur'anı özü əməl edib. Qur'anın müfəssiridir, Qur'anın müəllimidir. Allah'a aparan yolu o düzgün bilir. O bu yolu qət eləyib. O zirvəsinə ucalıb. Zirvəsinə ucalıb ki, Allah onu Peyğəmbərliyə seçir. Namazda da bu cümləni deyir ki, وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah'a bəndə oldu, Allah'a qul oldu, Allah'ın sözünü müzakirəyə qoymadı. Allah Müteala'nın hər bir sözünə ləbbeyk dedi. Hətta istəyini Allah'ın istəyinə fəda etdi. Oldu Həbib məqamına ucaldı. Bir var Xəlil, bir var Həbib. Xəlil sual verər, Həbib sual verməz. İbrahim Peyğəmbər Xəlilullah da Allah'ın dostudur. Həbib məqamına ucalmayıb, Əzrail canını almağa gələndə deyir, dostu incilər. Belə razı elədi. Əzrail getdi, təzədən qayıtdı. Dedi ki, Allah'ın sənə səlamı var, deyir, dostun görüşünə gəlməz. Sual verir. Amma məhəbbətin yüksək zirvəsinə çatan bir şəxsiyyət sual vermir. Orada sual söhbəti gedir. Orada nə var, necə yəni, məni necə görmək istəyir, məsələ odur. Daha aşıq sual verməz nəyə görə. Qətiyyən bu sualı verməz. İnsan əgər Peyğəmbərin yolu ilə addımlasa, həyatın hər bir məsələsində, hər bir sınağında, hər bir imtihanında Yaradanına dönüb sual verməyəcək. Niyə, nə üçün? Bu günləri müəyyən bir namazqanlarımızın içərisində belə bir düşüncə var. Mən namazımı səfərdə niyə qəsr qılmalıyam? 2 rəkat qılmalıyam. O vaxt dəvə ilə, uzun qulaqla, atla uzun səfəri qət edirdi, yorulurdu. İndi mən axırıncı model bahalı maşına minirəm. Qısa müddət ərzində hava gəmisi ilə uzaq yolu, qısa məsafələrlə, qısa zaman ərzində qət edirəm, arzuma çatıram, rahatlığım təmin var, susuzluğum yox, aclığım yox. Niyə mən namazımı qəsr qılmalıyam və orucumu da yeməliyəm? Oruç tutmamalıyam. Nəyə görə? Bu sualı verir. Amma bir adam Allahına aşıq olsa sual vermir. Deyir, mənim yaradan belə məsələdir. Boş istəyir. Sual məqamından çıxıb verin. Nə sual verir? Çox təəssüf ki, biz Yaradanımıza olan münasibətimiz, belə desək, yüksək vəzifəli şəxslərlə etdiyimiz münasibət qədər Allahla münasibətimiz yoxdur. Çünki burada əyləşənlərin əksəriyyəti
hərbi xidmətdə olub. Görürsünüz ki, rəhbərlik deyir ki, əskər, sağa dön, sola dön, fərəqət, azad, döyüş vəziyyətinə al. Ümumiyyətlə, əskər sual verir, niyə? Komandir, niyə mən sağa dönməliyim? Niyə sola dönməliyim? Biraz oturum istirahat edeyim də. Ümumiyyətlə, sualı vermək orada düzgündür. Rəhbərlik də istəyir səni bilə ki, sən doğrudan da vətənvə, xalqıva, millətüvə, generala sözsüz sahibi olacaqsan ya yox, səni imtihanlarla sınıyır. Ona görə bu şəkildən şəklə salırsan. Yaxşı əskər o əskərdir ki, rəhbərliyə sual verir, nə deyib, mən əmr quluyam və icra eləməliyəm. Ola bilər o əmri verən günaha da bunu təhrik edirlər, zülmə də onu vadir edirlər, amma sual vermir. Mövzu gələndə Allaha, mövzu gələndə ismət sahibinə, hər yerdən, hər bir çirkinlikdən münezzəh olan, pak olan, yerin göyün sahibi, yerin göyün xaliqi, insanı bir şeyə dəvət eləyəndə və bir şeydən çəkindirəndə suallar gəlir ortalığı. Niyə? Bu niyə sualını əgər sən verməsən, Allah'ın dediğinden razı olsan, tabi olsan Həzrəti Rəsul-i Əkrəmə ki, Qur'an buyurur, deyir, mən də səni sevəcəm. Mənə sual vermə. Bizim elə dinimizdə elə məsələlər var ki, onun sirrini hələ də heç kəs bilmir. Bilmirik də. Bilmək məcburiyyətində deyil, xeyr. Məcburiyyətində də deyil. Gərək onu öyrənək. Gərək bilməliyik. Allah'ın yanında məsələ aydındır. Amma Allah Teala məsləhət bilir. Bunu bizə əyan eləmir də. Məsələn, sübh namazı niyə 2 rəkətdir? Şam namazı niyə 3 rəkətdir? Niyə sübh, şam, xuftan namazları ucadan qılınmalıdır? Zöhr namazı pısıltı ilə qılınmalıdır. O səbəb niyə? Çoxdur belə. Məsələn, misal üçün deyir, bəzi şeylər var, heç vacibat deyil. Müstəhəb məkruhdan misal çəkəcəm. Deyir, ayaq üstə, saç, saqqal darıma, ömrü qısaldır. Onun nə müqayib? Saç darıma, ayaq üstə, saqqal darıma, ömrü qısalmaq. Adam, yəni, bu kiçik ağlı ilə tutuzdura bilmir. Yəni, nədir bu? Yəni, qəbul elədim, amma bunun nə bir-birinə bağlantısı var, biz bilmirik. Süfrədə deyir, söyləyin qırıntılarını da yiyicilən. Burasını çox anlamına səbəbdir. İndi burada səbəbi deyir Həzrət. Yer var ki, səbəb yoxdur, səbəb deyilmir bizə. Allah'ın da borcu yoxdur hər kəsə, hansısa bir əməlin müqabilində məsələnin səbəblərini izah eləsin. Bizə nə lazımdır? Bizə lazımdır bəndəlik eləmək, sual verməmək. Sual verəndə problemlər yanar. Nə problemlər yaranır? Yəni, qəlb sualın cavabını tapmadan onun əmrini icra eləməyə razılaşa bilmir. Bax, bu yaranır. Mənim yaradanım ne üçün mən deyir ki, zöhr namazını pısıltı ilə qılmalıyam? Təsbihat-ı ərbəni hər bir zaman 3-cü, 4-cü rəkətdə və ya o təsbihatın yerinə Fatihə surəsini oxuyacaqımsa, bunu pısıltı ilə deməliyəm, zikr eləməliyəm. Nəyə görə? Nəyə görə sizə mümkün heç qiyamətə qədər bilməyək? Bizim işimiz səbəbi yox, səbəbi soruşmaq olmamalıdır. Biz bəndəliyimizi eləməliyik. Biz qulluqçuluq eləməliyik. Allah'a qul olmalıyıq. Allah'a bir insan qul olsa, qeydsiz, şərtsiz, Allah da ona aşıq olacaq. Allah Teala deyir ki, bunu ilə də kifayətləndirəm. Və yəğfir ləkum zunubəkum. Günahlarınızın hamısını bağışlayacaq. Sən mümkündür, dönüb günahlarına baxsan, məyus ola bilərsən. Ümidsizliyə qərq ola bilərsən. Amma mən uca və əzəmətli olan Allah deyirəm ki, dönüb dala baxma. Hamısını yuyacağım, hamısını siləcəyəm. Furqan surəsinin mübarək ayələrini oxuduq sizin üçün. Allah'a iman gətirənlər, gecə-gündüz ibadət edib, səcdədə olanlar, qiyam halında olanların duasıdır bu. Namaz qılmayanların duası deyil ha. Namaz qılıb, səcdə edib, yalvaranların duasıdır. Nə duadır?
Rabbena sırf anna azabe cehennem. Allah'ım cehennem əzabını bilsən uzaq elə. Təşviş içərisindədir bu bəndələr. Elədiyinin bilmir Allah yanında qəbul olub ya yox. Qorxu ilə ümid arasındadır. Həm ümidi var Allahın rəhmətinə, həm də qorxur ki Allah Teala onu ilə qəzəbi ilə rəftar eləyə. Ona görə deyir Rabbena srif anna azabə cəhənnəm innə azabəha kana qərama innəha saət müstəqərrən və muqama. İlahi Pərverdigarım, bizə cəhənnəm əzabını göstərmə. Bu cəhənnəm əzabı rüsva edici əzabdır. O əzab davamlı əzabdır. O əzabdan hər an uzaqlaşmaq istəsən də sən ondan uzaqlaşa bilməyəcəksən. Deyir Allahım o əzabı bizə göstərmə. Bunu müminin duasıdır. Qunutda ki biz dua oxuyuruq Rabbena atina fid dunya həsənə. Bu ayə çoxumuzun dilində əzbərdir. Bu ayəni də əzbərləyirsən əzbərlər. Quranda Rabbena ilə olan dualara bir baxın. Böyük mənalar var. Allahın qullarının duasıdır bu. Günahkarların duasını demirəm ama ibadət etməyənlərin yox. Allah'a qul olub, səcdəyə edib, qiyam halında olanlar, o olar ki, nadanlarla üzböz gəldikdə onlara salam söyləyirlər. Nadanlarla vaxtlarını öldürmürlər. Biri nadanlıq eləyəndə onlarla mehriban davranırlar. Pisliyin qabağında yaxşılıqla dəf edirlər, mehriban rəftar edirlər. Həmin o insanların duasıdır. Rabbena sırf anna azabə cəhənnəm. Pərverdigarım, bu cəhənnəm odu sənin qəzəbindən yaranır. Sən də mübarək Ramazan ayında bizə demirsən ki, cəhənnəmin qapılarını, bəndələrini özünə bağlayıram. Şeytanı bu ayda zəncirləyirəm. Mən bu ümidlə gəlmişəm sən qapıya, ilahi. Gələndə də neyim var, heç dem yoxdur. Əli boş gəlirəm. Bir dənə bir şeyim var ki, ona ümid edirəm ki, ilahi Pərverdigara, mən ona ümid bağlayıram ki, o şey hətta cəhənnəmin ən isti qızmar hərarətində ateşini də söndürə bilər. Nə getirmirsən? İlahi, xəcalətdən axıtdığım göz yaşlar. Mənim başqa heç neyim yoxdur. Mənim başqa, səndən başqa heç kəsim yoxdur. Mənim deməyə sözüm yoxdur. Sən məni görürsən, sən mənim halımdan xəbərdarsan, nə deyim sənə? Sən bilirsən ki, mən fəqirəm, yoxsulam. Sən bilirsən ki, mən gücsüzəm. Sən elə bilirsən ki, mən dünyanın heç bir bəlasına tab getirə bilmərəm. Kumel duasında danışırsan, qədir gecələrində ən gözəl əməllərdən biri də kumel duası oxumaqdır. Kumel duasında olan cümlələri o adamlar ki, kumeli tez-tez oxuyurlar, çox gözəl xəbərdardırlar, tanış da onların bu söz. Özünlə, Allahla aranda səmimi söhbət eləmək istəyirsən, Xızırın duası ilə danış. Əl-Lisan bunu öyrədib Kumeyli ibn Ziyadı. Çox sevib ki, Həzrət Əlinin duasıdır. Yox, Həzrət Xızırın duasıdır. Əlinin etdiyi dua Xızırın duasından da daha dəhşətlidir. Daha yüksəkdə durur, fövqüdə durur. Xızır Peyğəmbərin etdiyi duada belə bir cümlə var. Cəhənnəmin əzabından danışanda deyir, وَهَذَا مَا لَا تَقُومُ لَهُ السَّمَاوَاتُ وَالْأَرْضِ فَكَيْفَ بِي Allahım o əzab ki, sənin qəzəbindən bəndələrin etdiyi günahın nəticəsində yaranan göylər və yer tab gətirə bilməz. فَكَيْفَ بِي مَنْ أَرَى وَأَنَا عَبْدُكَ الذَّلِيلُ الضَّعِيفُ Mən ən zəif, ən aciz, ən kiçik, heç bir qulunam da, yəni mən kibritin hərarətinə dözə bilmirəm, mən nəyin iddiasındayam, Allahım, onu başa düşmüşəm ki, mən səhv eləmişəm. Mən anlamışam ki, elədiklərimlə mən özümü sənin gözündən salmışam. Yəni, mənim qiymətim əslində 2-dir, 2-dən də aşağıdır. Amma Allahım, sən həmin o Allahsan ki, bəndən tövbə eləsə, bağışlasam onu, o 2-ni 5 eləyə 5 rəqəmi ilə əvəz edirsən. Görürsən ki, bəndən peşimandır. Bəndən gəlir gözü yaşlı.
yalvararaq, acizanə, demir ki, əcəb eləmişəm, deyir, qələt eləmişəm. Məxsusən də etdiyi böyük günahlara baxanda yer tapa bilmir özünə. İlahi, mən bu gecə səninlə o səmimi sözlərlə danışmaq istəyirəm. Vallahi biz böyüklərimizin qabağında ədəbsizliyi eləyəndə, sözlərinə qulaq asmayanda, o ki, atamız, anamız bizi çağıranda ki, istəyir cəzalandırsın, İlahi, sən şahidsən ki, valideynimizin qabağında gözümüzü yerə tikirik, başımızı aşağı salırıq. Ata-anamız biraz bizi baxandan sonra görür ki, ya, bizi danlayıb, biz ona cavab qaytarmırıq, başımızı salmışıq. Mümkündür, biraz göz yaşı da gözümüzdən damcı yerə düşəndə deyir, bağışladım da axırıncı dəfə olsun. Pərvərdigarım, indi mənim valideynim mənimlə bu cür rəftar edirsən, mənimlə o cür rəftar edəcəksən. Səndən başqa kimin qapısını gəlin döyün. Əgər belə bir qapı olsaydı, gələrdim o qapıya. Yaxınlaşmaq istəyirəm səninlə, sənə Əli əleyhissalamın vasitəsilə. Bu gecənin şəhidi ağamız, mövlamız, qeyrətlilərin ağası, təqvalıların ağası, İmam-ül Muttəqindir. Təqvalıların imamıdır, rəhbəridir. Heç bir zaman onun bədənini titrəyən görməyirlər. Heç bir düşmən qabağında əli qolu titrəməyir. Ancaq harada bir yetim görərdi, bütün bədəni silkələnərdi. Yetimin ahı, yetimin naləsini eşidəndə Həzrətin az qalır ruhu bədənindən çıxsın. Çünki vəzifəsini dərk edirdi, məsuliyyətini dərk edirdi. Mübarək Ramazan ayının dualarında belə bir dua var. Allahümme erzuqni fihi rəhmətəl əytam. Allahım bu ayda ruzu olaraq mənə yetimlərə mərhəmət göstərməyi nəsib elə. Biz elə bir rizq deyəndə ancaq puldur. Rizq deyəndə maşındır. Rizq deyəndə yəni rahat, komfort həyat yaşayış, tam istirahət. Yox. Yetimlərin hər kəsin qismət olmur, yetimlərə mərhəmət göstərsin. Bir adam əgər yetimlərə nəvaziş göstərə bilirsə, qayğı göstərə bilirsə, Allah da ona nə verməyib dahi? Ona böyük bir xəzinə verir. Və o yetimlərin də bu günləri atasının şəhid olan günüdür. Yetimlər atası Allah tərəfindən verilməyib, xalqın dilindən Əli əleyhissalama vaad verilir. Bəzi adlar var Allah tərəfindən. Bəziləri var ki, xalqın dilindən Əli əleyhissalam bu cürə düşür, yetimlər atası, kimsəsizlər atası. Həzrət Əli əleyhissalamın xilafət dövrüdür. Yeganə şəxsiyyətdir ki, tarixdə imamətdən öncə də, yəni rəsmi xilafətindən öncə də, xilafətə gəldikdən sonra da həyat tərzi dəyişmədi. Sadə ömür sürdü, sadə yaşadı. Bir gün Əli əleyhissalamın xilafət dövründə ağanın sahabəsi girdi, yanına gördü Həzrət öz paltarına, bu çarığına yamaq vurur. Ya Amir əl-Müminin, ağam, sən xəlifəsən, yamaqlı geyim keçim sənə yaraşmaz. Gerək xəlifən yaxşı paltarı olar, yaxşı geyimi olar, yaxşı altı olar. Həzrət buyurdu ki, əgər, sözün xülasəsini deyirəm, əgər ümmətimin içərisində bir dənə paltarı olmayan çılpaq adam olsa qiyamət günü mən buna görə cavab verəcəm. Birinci məndən soruşulacaq. Çünki mən ümmətə rəhbər göndərilmişim. Allah deyəcək ki, Əli, hara baxırdın sən? Sən yamaqlı paltarla kifayətlənə bilərdin. Birdin, heç paltar yox idi. Niyə onu yaddan çıxartdın? Bəli, rəiyyətə rəhbərlik eləməyin bu tərəfi də var. Savabı olduğu kimi axır tərəfləri də var. Məzlumun ahı yerdə qalmamalıdır.
Kimsəsizlər sənə üz tutanda onlara yox cavabı deməməlisən. Onların çətinliyini həll eləməlisən. Budur böyüklük. Bu Həzrətin həyatının ən bariz xüsusiyyətlərindəndir. Gedəndə yetim qapısına, kimsəsizlər qapısına üzünü bağlayıb gedərdi. Çoxsu da Həzrətin başına qılınc zərbəsi deyəndən sonra bildilər ki, hər gün qapılarını döyən şəxs Əmir-el-Möminin Əli əleyhissalamdır. Niyə? Hardan bildilər? Hər gecə o yemək ki gəlir də bu gecə gəlmir. 3 gündür gəlmir yemək. 3 gündə Əli əleyhissalamın mübarək başına qılınc zərbəsi deyib, Həzrət yatağında çapalayır. Çapalayır sözü bizim, o necə balıq suda çapalayır. Zəhər elə şiddətli zəhərdir ki, İbn-i Mülcəm lənətullah əleyh, xanım Zeynəbə, onu ki, əsir edib və saxlayırlar da. Həzrət deyir ki, ədalətlə rəftar eləmək lazım deyə. Əsir də olsa əlimizdə. Mənim qabağıma nə götürsə ondan. Mən süd içəcəm, o da süd içsin. Yeməyimizi eyni verəcəyiz. Özüm bilərəm, sən qalsın özüm bilərəm, o ilə necə rəftar edərəm. Həzrət onu bağışlayacaqdır. Yox, əgər bu qılınc yarasından sağalmasan, Həsən, oğlum, bir dənə qılınc zərbəsi vurub mənə, ədalətli ol, ikinci zərbəni vurmayacaq. Bir dənə. Bax, bu da ədalət. Hanı belə bir ikinci şəxsiyyət. Həzrət narahatdır. Xanım Zeynəb dua edir ki, atam sağala. İbn-i Mülcəm deyir ki, elə bilirsən atam bu qılınc zərbəsi ilə sağalacaq. Mən 2000 dirhəm pul vermişəm. Zəhər almışam, o itilətdiyim qılınca sürtmüşəm. Onun hər bir damcısını paylasam, Kufə cəmaatı o zəhərdən ölüb aradan gedər. Sən elə bilirsən, atom ondan qalxacaq. İndi ona gedirəm, əleyhissalam o zəhərin təsirindən ürəyi qəş gedir, gəlir özünə. Bu vaxtlardır. Süd gətirmək istəyirlər. Yetimlər süd alırlar. Sorarlaşırlar, atamız xəstədir, Mövlamız xəstədir. Həkim deyib ki, süd onun çarəsidir. Ürəyinin məlhəmidir, təskinliyi verər. Bir qız uşağı da süd axtarışına çıxdı. Gəldi bir nəfərin yanında deyir, südün qiyməti neçəydi? Məsələn, deyir bizim öz dilimizdən desək, məsələn 1 manatı. Dedi ki, o südü ver də mənə. Nisiyə ver, pulum indi yoxdur. Mənim atam xəstədir. Mənim atam yorğan döşəkdədir. Həkimdir, bunu südü lazım. Dedi, yox, mən nisiyə verə bilmərəm. Dedi, nə istəsən verərəm, amma nə olar? Dedi, yox da, olmaz. Dedi, nə olar? Bilmirəm, nə istəyirsən? Gürüm qoyum. Balaca donum var, onu qoyum sənin yanında gürüm. Amma bu südü atama çatdırım. Söz verirəm, qayrında pulla qayrarım. Hamı gəldi yanında əleyhissalamın qapısının qabağında. Baxırlar. Onda gördüm bunu nə qələyirdi? Əsbəği ibn Nubatı. Əsbəği ibn Nubatı deyir, gördüm İmam Həsən Müştəba çıxdı. Dedi, hamımız gedin. Hamımız gedin deyəndə sonra o balaca uşağı dedi ki, atam dedi ki, o südünü gətirirlər. Atam o südün müştərisidir. O körpənin ixlaslı, o nə qədər mənə eşqi var, o südü mən bəyənirəm, onu istəyirəm. İndi Əmir-el-Mömin əleyhissalamın lütf nəzərini istəyir, bu gecə halımıza şamil olsun. Hamımız Əlinin adı, bu Əlinin gecəsidir o gecə. Qədir gecəsi, Qur'an nazil olan gecə, natiq bu Qur'an yerdən göylərə qalxır. Samit Qur'an göydən yerə edir, natiq Qur'an yerdən göyə qalxır. Həmin bu gecədir. Əmir-el-Mömin Əli əleyhissalamı təvəssül edirik. İlahi, sənə al verirəm Mövlamızın bu çətin anlarına, çətin sınaqlarına. İlahi, sənə al verirəm. Əli əleyhissalamın bir cümləsi var, həmişə yadıma düşür, düz deyil. Biz bu cümlələri xanım Zəhranın şəhadət günündə deyirik. Amma Fatimə Zəhranla ayrılanda onun bir dənə İcanaqlı Həzrətin kəlamları var. Bəziləri Nəhsül Bəlağədir, bəziləri də başqa bizim mötəbər mənbərlərdəndir. Fatimə Zəhranla vidalaşanı belə bir cümlə işlədir.
Orada bilirsən ki, Həzrəti Əli əleyhissalamın nə yandırıb, onun qəlbinin yanğısını bir azca da olsun hiss eləmək olur. Fatimə Zəhranı ki, dəfn edir, cavan xanımını qəbrə qoyur, Fatimə Zəhran orada dərdi dil eləyir. Ümumiyyətlə, biz də görmüşük, əzizlərimiz də biri dünyasını dəyişəndə görürsən, ana öz oğlu ilə danışır, oğul anasını cavan itirəndə, qız anasını itirəndə, onu ilə bir dərdləşir, hər bir sözü var. Amma Əlinin Zəhranın itirməsi, Əli əleyhissalam Zəhranı itirəndən sonra qocaldı. Xanım Zəhranı cavan itirərkən qocaldı, cavan ikən qocaldı Əli əleyhissalam. Bir cümləsi var, onu deyirəm, indi gör, indi təsəvvür elə, ömrünün sonuna qədər Əli əleyhissalam o həsrət və yanığı ilə ömür sürür. Baxdı Fatimə Zəhranı o arıq cisminə, solan cisminə baxır, deyir, əbki məxafətən, lətulü həyatı, çox sözləri var, mən o axırın düzümləri demək istəyirəm. Baxdı xanım Fatimə Zəhraya, dedi, Zəhracan, qorxuram, ağlayıram, bax buna görə, ağlayıram, qorxuram ki, səndən sonra çox ömür sürəm. O bir sənə deməkdir. Mən ona görə qorxuram, ha. Heç bir yerdə deyim, mən əleyhissalam deyim, mən qorxuram, heç yerdə bu adamda qorxu yoxdur. Amma Zəhra, səndən ayrılandan sonra uzun ömür sürməyimə görə qorxuram. Mən tez getmək istəyirəm bu dünyadan. Əgər Allah mənə ömür versəydi, mənim əlimdə olsa, ruhum elə səninlə bir yerdə qalxar göylərə. İndi necə ürəyi darıqım Zəhra üçün? Həmin o Əlini bu gecə ayrılan, vida eləyən gecəsidir. İlahi, sənə and verirəm o yetimlərin göz yaşlarına. İlahi, sənə and verirəm bu qəmgin gözlərə, qəmgin ürəklərə ki, bu gecə Əli əleyhissalamın müsibətini eşidəndə ağlayır, qəmgin olur. İlahi, Pərvərdigarı, bu gözləri qiyamət günü ağlatmır. İlahi, Əmir əl-Müminin Əli əleyhissalamın ehtiramına and verirəm. Sənin yanında olan qurbu mənzilətinə and verirəm. Onun barəsində nazil elədiyin 300-dən yuxarı Qur'an ayələrinin ehtiramına and verirəm. İlahi, Pərvərdigar, bizi Əli əleyhissalamla axirətdə qovuşdur ki. İlahi, Pərvərdigar, onun mübarək əlindən, Kovsar bulağından içmeyi bize nasip eder. İlahi Pərvərdigara, hər yerdə Əli əleyhissalamın balalarının dostları var. Allah onların ömründən, ruhusuna bərəkət verir. Hər yerdə Əli və övlad Əli ilə düşmənçilik eləyənlər var. Allah onlara ən qısa zamanda məhv nabud edir. İlahi Pərvərdigara, o Həzrətin bu dünyada ziyarətini, üqvadı, şəfaətini hamımıza nəsib elə. Bu gecə ehya gecəsində edilən duaları hamımızdan qəbul elə. İlahi, qəlbimizə ehya elə. İlahi, qəlbimizə sənin məhəbbətinlə qəlbimizi doldurucunla. İlahi, Pərvərdigarı, bizi səndən uzaqlaşdıran günahlarımızı əfv edəcək. İlahi, Pərvərdigarı, dualarımızın qəbul olmasına maniyə yaradan günahlarımızı əfv edəcək. İlahi, dərgahı o zaman bu əlləri sinələrinə ümid qaytarma. Pərvərdigara, evlərdə, xəstəxanalarda olanlar var, iltiması dua edənlər var. Dostlarımız var, ürəkləri bizimlədir. Amma buraya gələ bilməyiblər. Deyiblər, gedirsiniz, həkimlər bizə çarəsizdirlər, həkimlər bizə heç də bilmirlər. Amma gözümüzü sizin dualarımızı tikmişik, par-barı Pərvərdigara. Ey yer göğü sahibi olan Allah, sən an verin Əli və övladı, Əlinin həqqinə ən qısa zamanda xəstələrimizi şifa ilə. Pərvərdigara, dərdlərimizi əlac elə. İlahi, itişirlərimiz var, qəriblərimiz var. Ailələrinin əzizlərinin o barədə xəbərləri yoxdur, ölüsündən, dirisindən xəbərləri yoxdur. İlahi, gözlərini bu gecənin dualarını dikirlər. İlahi, Pərvərdigara, onların xoş xəbərini ailələrini çatdırır. İlahi, məxsusən zindanda yatan möminlərimizə azadlıq nəsib edir. İlahi, Pərvərdigara, hər kəsin nə mətləbi var, bu gecənin hörmətinə hacətlərinə rəva elə. İlahi, o ağamızın yadigarı İmam Zaman ağanın zuhurunu təzil elə. Bəhəqqi nəbiyyina və alihi və bil-fatihəti mə'as salavat.